Əşi, səndən adam olmayıb, olmayacaq da. Kim olmusan axı ye? Səni də tanıyırıq da. İncimə, adam deyilsən. 2 gündür namaz qılırsan, başlamısan bizim üçün mollalıq deməyə. Səni də görmüşük, bu qədər xutbalardan çıxmısan, indi başlamısan namaz qılmağa, güya bizim üçün mollasan. Bu cür sözləri ürəyi istəyən vaxt, ürəyi istəyən şəxsə rahatlıqla deyə bilən insanlar var. Və özlərinə də bəraət qazandırırlar ki, mən haqqı deyirəm. Ona görə sözüm acıdır və məni qəbul etmirlər. Sən böyük səhv edirsən, haqqı bu cür deyirsən. Hər həqiqəti yaş əski kimi insanların üzünə çırpmaq olmaz. Həqiqət elə bir şeydir ki, gözəl çatdırıldığı şəkildə gözəldir. Həqiqəti səliqəli şəkildə, pencək kimi insanın çiynindən asarlar. Ola bilər sabah peşman olarsan, qardaşım, üzr istəyirəm, məni bağışla, səhv etmişəm. Allah keçsin günahımdan. Nə qədər də üzr istəsən, həmin tikanları həmin şəxsin qəlbindən çıxartsan belə, vurduğun yaralar həmin şəxsin qəlbində bir ömür yara olaraq qalacaq və onun ləkəsi heç vaxt getməyəcək. Allah da öz haqqından keçər, amma qulunun haqqından keçməz. Çünki Allah ədalətlidir. Dəyərli qardaşlarım və bacılarım, çalışın, mehriban olaq. Çünki Qurani-Kərimin Bəqərə surəsinin 263-cü ayəsində Allah Taala bizlərə belə buyurur. Gözəl söz, mehriban söz, ardıca incitmə gələn sədəqədən daha yaxşıdır. Allahın izni ilə bir-birimizlə mehriban olaq, bir-birimizin qəlbini qırmayaq. Allah sizlərdən dünya və axirətdə razı olsun.